Bu videoda Azərbaycanın iqlimi haqqında danışacağıq. Həmçinin iqliminə təsir göstərən hava kütlələrinə toxunacağıq. Birinci slaydımızda Azərbaycan ərazisində günəş radiasiyasının paylanması qeyd olunub. Ümumiyyətlə Azərbaycanda günəş radiasiyası 120-160 kilokal arasında dəyişir. Ən çox günəş radiasiyası deməli Naxçıvan Muxtar Respublikasının ən uca zirvələrində müşahidə olunur ki, bunun miqdarı 150-140 kilokal enerjiyə çatır. Daha sonra Azərbaycanın düzən əraziləri, hansı ki, deməli Sədərə, Şərrur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yayçı və Ordubad düzlərində müşahidə olunur. Bunun miqdarı 140-150 kilokal arasında dəyişir və daha sonra biz Böyük və Kiçik Qafqaz dağlarının, o cümlədən Talış dağlarının zirvələrini götürə bilərik ki, həmin zirvələrdə də günəş radiasiyasının miqdarı yüksəkdir. Bəs günəş radiasiyasının miqdarı harda azdır? Deyərik ki, deməli orta dağlıqda, alçaq dağlıqdan, yəni orta dağlığa çıxan zonalarda daha azdır. Bunun da səbəbi orada rütubətin çox olması, yəni buludluğun əmələ gəlməsi ilə əlaqədardır ki, orta dağlıqda radiasiyanın miqdarı 120-124 kilokala çatır. Yenə də deyirik, bunun səbəbi bulutluluqdur. Bu slaydda Azərbaycanın orta illik temperaturu haqqında danışırıq. Azərbaycan Respublikasının orta illik temperaturu əsasən yer kürəsinin, yerin səthinin temperaturu demək olar ki, bərabərdir. 14-14,5 dərəcə təşkil edir. Orta illik temperatur ən çox bizdə Küraraz ovalığında müşahidə olunur. Küraraz ovalığında ən çox deməli Neftçala, Salyan tərəfdə və Kürdəmirdə qeyd olunur. Daha sonra isə digər, yəni düzənlikləri deyə bilərik ki, Samur Dəvəçi ovalığı, Acınoğru, Ceyran çölü, Gəncə Qazax düzüdür, Qarabağ düzüdür, Naxçıvanın düzləridir ki, bunları qeyd edə bilərik ki, burada da deməli orta illik temperatur əsasən yüksəkdir ki, 10-14 dərəcə müşahidə olunur bu ərazilərdə də. Ən az orta illik temperatur isə zirvələrdədir. Böyük, Kiçik Qafqaz dağlarının, o cümlədən Naxçıvanın zirvələrindədir ki, biz bilirik zirvələrdə temperatur 0 dərəcəyə qədər düşə bilir və bəzi bizim zirvələr var ki, orada bununla əlaqədar qar xətti əmələ gəlir. Bu slaydımızda isə Azərbaycanın ərazisində yağıntıların paylanmasından danışırıq. Yağıntıların paylanması ölkə ərazisində qeyri-bərabərdir. Ən çox yağıntı Talış dağlarının ətəklərinə Cəcran ərazisinə düşmüşdür ki, bu 2700 mm-dən yüksək olmuşdur və ümumiyyətlə ən rütubətli yer bizdə Talış dağlarının ətəkləridir. Digər ikinci rütubətli yerimiz isə biz Böyük Qafqaz dağlarının cənub-cənub-qərb ətəklərini götürə bilərik. Qanı Xəri çayı götürürük. Ən az yağıntıya malik olan ərazimiz isə deməli Qobustanın cənub-şərqində yerləşən Puta məntəqəsidir ki, 150 mm yağıntı müşahidə olunur. Digər düzlərimizdə isə yağıntılar əsasən, məsələn, Küraraz ovalığında, Naxçıvanın Araz boyunda, Samur Dəvəçi ovalığında 200-400 mm yağıntı düşür və orta dağlığa doğru yağıntının miqdarı buludluqla əlaqədar olaraq artmağa başlayır və biz alçaq dağlıqdan orta dağlığa çıxdıqda, orta dağlıqda biz artıq 600-1000 mm qədər yağıntıları müşahidə edirik. Zirvəyə doğru qalxdıqda isə artıq bu 600 və 1600 mm arasında dəyişə bilir. İndi isə Azərbaycanın iqliminə təsir göstərən hava kütlələrindən danışırıq. Əsasən 5 hava kütləsi var ki, iqlimimizin formalaşmasına öz təsirini göstərir. Bunlardan biri Arktik hava kütləsidir, sonra mülayim hava kütləsi, daha sonra tropik hava kütləsi, cənub siklonları və Mərkəzi Asiyadan gələn hava kütlələridir. Bunlara bir-bir baxaq. Deməli, narıncı ilə verilən hava kütlələri Arktik hava kütləsidir. Biri kontinental arktikdir, digəri dəniz arktikdir. Deməli, kontinental arktik hava kütləsi Şimal Buzlu okeanın buz səthi üzərindən gəlir. Buz səthi üzərindən gəldiyinə görə, deməli, soyuq olur, şaxta olur, qar yağmasına səbəb olur. Yəni özü ilə soyuq gətirir. İlin soyuq dövründə əsasən bu müşahidə olunur. Temperaturun azalmasına, hətta güclü küləyin əsməsinə də səbəb olur. Dəniz arktik isə əsasən Qrenlandiya, Şpitsbergen adaları üzərindən gəlir və o okean üzərindən keçib gəldiyinə görə özü ilə bərabər çoxlu rütubət gətirir. Sahil düzən ərazilərimizdə şiddətli külək əsir və güclü yağıntıların yağmasına səbəb olur. İkinci hava kütləsi yaşılla verilən yerlərdə, deməli bu mülayim hava kütləsidir. Mülayimin də iki tipi var. Bir dəniz mülayimdir, bir də kontinental mülayimdir. Kontinental mülayim əsasən deməli ərazimizə daxil olur. Şərqi Avropadan,
Ural dağları üzərindən keçir gəlir və kontinental mülayim hava kütləsi yayda quru, qışda isə qismən yağıntılı, o cümlədən şaxtalı havanın yaranmasına səbəb olur. Çünki quru üzərindən gəldiyi üçün özü ilə bərabər rütubət çox az gətirir. Daha sonra dəniz mülayimindən danışsaq, amma deyərik ki, dəniz mülayimi okean üzərində formalaşdığına görə özü ilə çoxlu miqdarda rütubət gətirir. Buludluğu artırır, yağıntının yağmasına səbəb olur. Həmçinin belə deyək ki, azor maksimumunun təsiri ilə yaranır. Bunu da qeyd edə bilərik və temperaturun aşağı düşməsinə də səbəb olur mülayim dəniz iqlim tipi. Daha sonra cənub siklonları danışır. Cənub siklonları qırmızı ilə verilib. Əsasən cənub siklonları Kiçik Asiya yarımadasından, daha sonra İranın şimal-qərbindən keçərək, Aralıq dənizi üzərində formalaşaraq ölkəmizin ərazisinə daxil olur. Və cənub siklonları Aralıq dənizi, yəni dəniz üzərindən formalaşdığına görə o deməli yağıntılı, buludlu hava yaranmasına səbəb olur. Əsasən yağıntılar ilin isti dövründə düşür, yəni yay aylarında düşən yağıntı cənub siklonlarının təsiri ilə baş verir və o cümlədən deyə bilərik ki, temperaturu aşağı salır. Daha sonra sonuncu bizdə tropik hava kütlələri, deməli tropik hava kütlələri əsasən Ərəbistan yarımadasının və Afrikanın şimalında formalaşır. Tropik hava kütlələri ilin isti dövründə gəlirsə, temperaturu daha da qaldırır. Soyuq dövründə də gələndə temperaturun yüksəlməsinə səbəb olur. Və həmçinin o cümlədən yəni deyə bilərik ki, isti quru küləklərin də yaranmasına səbəb olur. Və havanı qışda belə deyək ki, mülayimləşdirir. İsti hava gətirdikcə qış aylarında daxil olanda Azərbaycan ərazisində havanı mülayimləşdirir. Və Mərkəzi Asiyadan gələn hava kütləsi, bu da mavi rəngdə verilir. Mərkəzi Asiyadan gəlir bu hava kütləsi və Mərkəzi Orta Asiyadan gələn hava kütləsi, buna Asiya maksimumu da deyilir. Və temperaturu qışda deməli neyinir? Aşağı salır daha da. İlin isti dövründə isə temperaturun yüksəlməsinə səbəb olur. Quru üzərindən gəldiyinə görə kontinentallığı böyükdür. Həmçinin Azərbaycanın iqliminə təsir göstərən bir amil də onun Xəzər dənizinin sahilində yerləşməsidir. Xəzər havanı daha da mülayim edir, rütubətli edir, küləyin yaranmasına səbəb olur. Quru su arasındakı təzyiq fərqindən brizlərin yaranmasına səbəb olur və deməli, əgər Xəzər olmasaydı, iqlimimiz bu qədər mülayim olmazdı, bu qədər yağıntılı keçməzdi.